Koroğlu operası. Opera Üzeyir Hacıbəylinin yaradıcılığının yetkin dövründə yazılmışdır. Üzeyir Hacıbəyli 1932-36-cı illərdə opera üzərində işləmişdir. İlk tamaşası 1937-ci ildə Akademik Opera və Balet Teatrında keçirilmişdir. Bəstəkar və libretoçular dastana müasir ictimai məna vermişlər. Bəstəkar xor nömrələrində xalqı məzlum, əzabkeş göstərməklə yanaşı, sonradan onu mübarizəyə hazır mətin kimi təsvir edir. Koroğlu da xalq nümayəndəsidir. Bunun üçün də o, çox zaman kütləvi səhnələrdə xorla birlikdə çıxış edir. Operada Koroğlu obrazı çox cəhətlidir. O, həm qəhrəman, həm aşıq, həm səmimi dost, həm də düşmənə qarşı mübarizdir. Koroğlu'nun sevgilisi Nigar da xalq arasından çıxıb. Onun obrazı da qabarıq cizgilərlə açılır. O, sevən, istirab çəkən, mərd bir insandır. Operanın ideyasının açılmasında simfonik epizodların xüsusi rolu var. Geniş simfonik lövhələr operanın məzmununun ümumiləşdirilmiş təsviridir. Uvertura, üç pərdəyə antrak, Qıratın oğurlanması və tufan səhnəsi dediklərimizə sübutdur. Uvertura operanın məzmununu ümumiləşdirilmiş şəkildə əks etdirir. Burada qəhrəmanların səciyyəvi musiqi mövzuları səslənir. Müqəddimə xalq hərəkatının leytmotividir. Baş mövzu xalqın qəhrəmanlıq ideyasını təcəssüm etdirir. Birinci pərdə. Qəddar feodal Həsən xanın malikanəsi. Ac, məzlum kəndlilər körpünün yanında işləyir. Onlar vəziyyətdən şikayətlənir. Həsən xan silahlı dəstənin müşayiəti ilə gəlir. O, nüfuzlu qonağı Ehsan Paşaya öz ilxısından at bağışlamaq istəyir. Lakin Mehdər Alı ilxını otlağa sürmüş, cəmi 2 ayğırı saxlamış və onlardan birini xana məsləhət görmüşdür. Həsən xan hirslənib onun gözlərini çıxartmışdır. Alının oğlu Rövşən isə xalqı xanlara, paşalara qarşı mübarizəyə qaldırır. Onlar dağlara çəkilir. Rövşən Koroğlu isə sevgilisi Nigardan xahiş edir ki, o qalıb xanın niyyətlərindən onu xəbərdar etsin. İkinci pərdə. Həsən xanın qəbul salonu. Bura yaxın adamlar, adlı sanlı qonaqlar, tacir və əyanlar toplaşır. Onlar Koroğlu üsyanını əzmək üçün ittifaq bağlayır. Qonaqlıq başlanır. Həsən xanın ariyası parlaq musiqidən ibarətdir. Ariyaya fəal ritm, oynaq temp, vüsətli sıçrayışlar xasdır. Qəfildən xan məmurları, tacirlər saraya girir. Xanın təlxəyi məsləhət görür ki, Qıratı oğurlayıb Koroğlunu tələyə salsınlar. Bu niyyəti Həmzə yerinə yetirməlidir. Xan əvəzində ona Nigarı verəcəyini vəd edir. Bundan həyəcanlanan Nigar sarayda öz acı taleyindən şikayətlənir. Nigarın ariyası ağır xarakterlidir. Aşağı istiqamətli sekvensiyadan istifadə, müşayiətdə ritmik şəklin təkrarı, həyəcan, istirab, kədər əhval-ruhiyyəsi yaradır. Nigar Eyvazla Çənli belə Koroğluya xəbər göndərir. Üçüncü pərdə. Simfonik antrakla başlayır. Bu, üsyan edən xalq mövzusuna əsaslanan monumental simfonik lövhədir. Pərdə Çənlibeldə baş verir. Bura Koroğlunun silahdaşları toplaşıb. Onlar Koroğlunu tərənnüm edir. Növbəti döyüşdən qayıdan döyüşçülər öz qalibiyyətlərini təntənə ilə qeyd edir. Oxuyub oynayırlar. Çənlibel xoru səslənir. Xorun musiqisi nikbinliyi ilə diqqəti cəlb edir. Koroğlu xəyala dalır, Nigarı düşünür, təəssüf hissi keçirir. Koroğlunun ariyası lirik, əhval-ruhiyyəlidir. Qəhrəmanın keyfiyyəti, hisslərinin dərdliliyi, Nigara olan məhəbbəti vəsf olunur. O, vuruşa hazır olduğunu qət edir. Xalq şənliyinin qızğın çağında qalaya dilənçi paltar geymiş Həmzə gəlir. Koroğlunun ona yazığı gəlir və onu Mehdər götürür. Həmzə gecə yarısı Qıratı qaçırır. 4-cü pərdə. Həsən xanın sarayında kef məclisi qurulur.
Aşıq paltarı geymiş Koroğlu öz ifaçılıq məharəti ilə hamını heyran qoyur. Aşıq məhəbbəti tərənnüm edilir. Koroğlunun mahnısı əslində aşıq musiqisinin xüsusiyyətlərini özündə cəmləşdirən böyük həcmli ariyadır. Aşıq musiqisi üçün səciyyəvi olan Balam ey çağırışı simlərin birgə səslənməsindən yaranan kvarta kvintalı harmoniya melodiyanın kiçik diapazonu nümayiş olunur. Onun ardınca gələn başqa bir aşıq mahnısında Koroğlu Qıratı tərif edir. Bu mahnıda bəstəkar gözəlləmə aşıq havasından istifadə edib. Həsən xan Qıratı gətirmək əmri verir. Məclisə daxil olan Həmzə Koroğlunu tanıyıb xanı xəbərdar edir. Koroğlunu tutub əl-qolunu bağlayırlar. Bu zaman xanın nökərləri döyülmüş Eyvazı gətirir. Nigar Koroğluya xəbər yolladığını etiraf edir. Həmzə onu öldürmək istəyərkən Koroğlu qandalı qırıb Həmzəni öldürür. Araya qarışıqlıq düşür. Bundan istifadə edən Koroğlu sevimli atına minib qaçır. Xan Nigarın, Eyvazın və Poladın edamı haqqında əmr verir. 5-ci pərdə. Carçılar xalqı meydana baxmağa çağırırlar. Nigarı edam kürsüsünə gətirirlər. Qəflətən Koroğlu öz dəstəsi ilə meydana atılır. Xanın əskərləri qorxub qaçır. Opera kütləvi rəqs səhnəsi ilə bitir. Koroğlu operası dəyərli səhnə əsəri olub, onun ənənəsi Üzeyir Hacıyevdən sonra gələn bəstəkarlar nəslinin yaradıcılığında uğurla davam etdirilib.